Sumqayıt şəhər şəhid ailələrinin və müharibə övladlarının hüquq müdafiəsi ictimai birliyinin hesabat iclasıdır. İclası açıq elan edilir və sözü şəhid ailələrinin və müharibə övladlarının hüquq müdafiəsi ictimai birliyinin hüquq və xüsusi işlər üzrə sədr müavini Tahir Məmmədova verir. Buyurun Tahir. Əvvəla, bütün iştirakçıların salamlayıram. Xoş gəlmişsiniz. Biz hamımızla da təxir edirik. Çünki siz Azərbaycan Respublikasının Müştəqiliyi və Konstitusiya quruluşunda o dövrdə hamımız bir yerdə olmaqla şəhid verilmişik, yaralanmışıq da, sağlamlığımızı da itirmişik, təhsilimizdən də qalmışıq. Və bizim bugün Azərbaycan Respublikasında qururla alınacaq söz deməyə ihtiyacımız çatır. Buna görə ki, o dövrdə Qarabağ müharibəsində, yəni birinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi uğrunda bu təbəqə olmasıydı. 18-ci il biz xatırlaya bilərdik. Qusar, Şamaxı, Sayyar hadisələri xatırlaya bilərdik, kürə gedərdik. Yəni bu təbəqə vardı ki, bu erməni işğalçılarının qarşısını aldı. Bir gün silahlı qüvvələrdə xidmət edib, erməni işğalçılarının qarşısında duran şəxs qəhrəman olmalıdır. Bir gün belə. Çünki bir gün o ordunun irəli keçməsinin qarşısını aldı. Və eyni ilə də şəhidlərdir. Ona görə də mən hesab edirəm ki, bu günləri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müstəqilliyi, suverenliyi və konstitusiya quruluşunda şəhid olmuş əziz qardaşlarımızın bir dəqiqə sükutla yad edərək onların uğruna rəhmət oxuyaq. Bugün Azərbaycan Respublikasının şəhid ailələri, əlil və müharibə veteranlarının hüquqlarının müdafiəsi ictimai birliyinin Sumqayıt şöbəsinin növbədən kənar iclasıdır və hesabatıdır. Və mən hesab edirəm ki, bu hesabatda Sumqayıt şəhər şöbəsinin sədri Qiyas Şahmuradov bir il müddətində gördüyü işlər haqqında hesabat verəcək. Hesabatdan sonra müavinlər və Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Kazımov Mehdi, Ağsaqqallar Şurasının üzvü Rəhimov Səfir, sədrin hüquqi və işlər üzrə Əhmədov Söhbət, sədrin təşkilat işlər üzrə müavini Mahmudov Həsən, Ağsaqqallar Şurasının üzvü Mikailov Bədər, İdarə heyətinin sədri Mehdiyev Cəmil, İdarə heyətinin sədridir, bunlar üzvüdür. Üzvü sahib, kağıdında səhv yazılır, üzvüləri İmanov Camal, sədrin sosial məsələlər üzrə müavini Hüseynov Firudin, təşkilatın fəxri üzvü Ümmətov Mahir çıxış edəcək və bundan sonra biz sizin bir şəhidlərinizi dinləyəcəyik və mən bütün şəhidləri burada, bu məkanda dinləyib, onların ortadan qaldırmasına sizə kömək göstərəcəm. İlk öndə demək istəyirəm ki, Sumqayıt şəhər şöbəsinin bizim gördüyümüz kimi fəaliyyəti, yəni təşkilatçılığı göz qabağındadır və Sumqayıt şəhər şöbəsinin təşkilatçılığı bir neçə tədbirlərində də biz iştirak eləmişik, baş idarə kimi və bu təşkilatçılığı yaradan Kamradov Qiyasa təşəkkür edirik. Təşkilatçılığına ki, bu müəyyən tədbirlərin keçirilməsidir. Novruz bayram süfrə saçılıb, mən də orada iştirak etmişəm, sizlərlə bir yerdə digər tədbirlərdə iştirak etmişik. Buna görə təşəkkür edirik və mən hesab edirəm ki, Sumqayıt şəhər şöbəsinin sədri 3 dekabrda gördüyü işlər üçün 3 dekabr Beynəlxalq Əlillər Günü baş idarə tərəfindən qiymətləndiriləcək və onun müavini Söhbət müəllim və digər müavinlər də hər biri qiymətləndiriləcək. Mənim bu şöbə ilə bağlı çıxışlarım nədən ibarətdir? Şöbə Sumqayıt şəhərində ondan ötürü yaradılıb ki, bu şöbənin Sumqayıt şəhər şöbəsinin bugün Sumqayıt şəhərində fəaliyyəti bu təbəqənin qayğısında durmaqdır. Yəni, mənim üçün ilk öncə hamıya deyilən bilsin, bura
yardım təşkilatı deyil ki, kimsə nəsə olsun ki, mən oraya üzvü dururam, nə yardım verəsəm var. Çünki biz dövlət tərəfindən qanunvericiliyə uyğun olaraq yardımın vəsaitin bələdiyyə və icra şirkətlərinə ayrılır. Təşkilata ayrılır. Bu təşkilat yalnız sizin hüquqlarınızın qorunmasına üçün, yəni bir nəfər hamı üçün, hamı bir nəfər üçün. Yumruq bir yerdə olanda hər şeyə nail olursunuz. Təcrübə olanda heç bir şeyə nail olmaq olur. Bax, bu şöbənin mahiyyəti bundan ötürülür. Və mən ilk öncə istəyərdim ki, Sumqayıt Şəhər Şöbəsinin sədri bir il müddətində gördüyü işlər haqqında özü şəxsiyyət qarşısında ifadə versin və Sumqayıt Şəhər Şöbəsindən kiminlə narazılığı varsa sonunda soruşacaq, əlini qaldırırlar, çünki biz onu təyin eləmişik. Hörmətli sədr və hörmətli qonaqlar, diqqətində çatmaq istəyərəm ki, Sumqayıt Şəhər Şöbəsi 2016-cı ildən fəaliyyət göstərir. Təşkilatın sədri təyin olduğundan mən və müavinlərin təşkilatın üzvləri təşkilatın saf və təmiz ad altında işləməsi üçün böyük hissə göstərmişlər. Çalışdırıq ki, daha da təmiz və nöqsansız işləyək. Bizim təşkilatın hər həftənin 5 günü qrafikdə işləyək. Təşkilatın sədr və müavinlər, təşkilatın üzvləri hər bir problemləri diqqətlə dinləyib, operativ olaraq problemin həllində onlara yardım olur. Təşkilat olaraq təşkilatın üzvləri ilə əlbir olub, bütün tədbirləri yüksək səviyyədə keçiririk. Həlli tapılan məsələlərin qeydiyyatı aparılır. Təşkilatın bu cür təmənnasız və operativ işləməsi görüb və eşidib bu təşkilata inamı çoxalır və üzvü durmağa istəyən say daha da çoxalır. Hal-hazırda birliyin 285 üzvü var. Təmənnasız kömək bizi alnı açıq, üzü ağ edir və bu da təşkilatın adını daha da yüksəklərdə qaldırır. Bundan sonra belə də işləyəcəyik. Saf və təmiz adımızı qoruyub saxlayacaq. Çünki təşkilatın adı torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərin adı altında fəaliyyət göstərilir. Bizim onların uğrunun qarşısında baş əyirik. Diqqətinizi çox sağ olun. Azərbaycan Respublikasının şəhid ailələri və müavinlərinin hüquqlarının müdafiəsi İctimai Birliyinin sədri Şahin Ələşbərli ağır xəstə olduğu üçün sədri mən əvəz edirəm. Aprelin 1-dən və mən tam olaraq sədri əvəz edirəm. Və bununla bağlı bütün, yəni o dövrdən bəri tək Sumqayıtda yox, bütün regionlarda, o cümlədə Bakı şəhərinin 12 rayonlarında sədrlərin çıxarılmasında və yenilərinin təyin olunmasında, nöqsanlı sədrlərin yenilərinin təyin olunmasında və son 2 ay müddətində 10 sədr dəyişilir. O 10 sədrdən biri Şirvan rayonu dəyişilib, Füzuli rayonu dəyişilib, Nizami rayonu dəyişilib, Sabunçu rayonu dəyişilib, sonra Xəzər rayonunun yenisi ilə əvəz edilib və s. Bu rayonların sədrlərinin bıraxdığı nöqsanlara görə işlərindən azad edilir və yeni sədrlər. Burada deyilənlərdə və bu iclasda bugün mən bir daha təsdiq edirəm ki, Sumqayıt Şəhər Şöbəsinin sədri bütün bu gördüyü işlərin sədr təyin olunanda öz öhdəçiliyini götürür öz boynuna və öz öhdəçiliyində yerinə getirir. Əlindən gəlir. Əlindən nəyi bacarsa bunu yerinə getirir. Və mənim sizdən bir xahişim var. Üzvü kimi, şəxsiyyət kimi. Sumqayıt şəhərinin sədri heç bir qanunvericiliyə uyğun deyil ki, o kiməsə humanitar, maddi yardım göstərsin. Sadəcə olaraq o hüquqi yardım göstərməlidir. Yəni, göstərdiyi tədbirlərdə, verdiyi yardımlarda əlavə olaraq, nizamnamədən əlavə olaraq öz iş funksiyasına uyğun olaraq o işləri həyata keçirir. Öz xərcli hesabına, idarənin üzvləri ilə topalaşır, həyata keçirir və mən hesab edirəm ki, bizdə öncə əvvəllər mən Xətai rayon şöbəsinin sədri olarkən mən baxırdım ki, Xətai rayon şöbəsində 3 təbəqə var. Hansı təbəqə yüksək təbəqə etsə, o təbəqəyə aşağı təbəqələri bölgü verildi və özlərinə götürür. Tutarım, ət mağazinindən, qəssab bir böyük mağazini vardır. Bizim üzvlükdə 2 nəfər verdim onun müqayisədən. Biri böyük bir mağazini vardır, 2 nəfər verdim onun müqayisədən. Və s. ilə axır. Və eyni qaydada, sizin hər biriniz bu
bugün Əmək və Əhalinin Sosial Təminat Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şöbəsi tərəfindən bu yayda və digər yaylarda müalicəyə getmək üçün Azərbaycan İstirahət qanunvericiliyinə uyğun olaraq pütyovkalar ayrılır və o pütyovkalardan istifadə etmək hüququnuz var. Yəni, yaxınlaşırsınız Əmək və Əhalinin Sosial Təminat Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şöbəsinə və eyni qaydada poliklinikadan əgər kimin ehtiyacı varsa, müalicəyə ehtiyacı varsa, yaxınlaşır yaşayış yerinə poliklinikaya, müalicənin əhəmiyyəti üzərində arayış verilir, arayışla yaxınlaşır denir Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şöbəsinə, ona qala və digər sanatoriyalara göndərməsinə onların vəzifə borcudur. Bugün Əmək və Əhalinin Sosial Təminat Nazirliyi sizlərə qayğı göstərmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmi qaydada dövlətin qanunvericiliyinə uyğun olaraq və dövlət büdcəsindən ayrılmış pulun hesabına görə sizə qayğı göstərməlidir. Birinci növbədə qayğı göstərməlidir. Növbədən kənar birinci növbədə qayğı göstərməlidir. Kim müharibə veteranı ala bilmirsə, həqiqi hərbi xidməti Rusiyada başa vurub geri gəlirsə, o təkrar hərbi xidmət çağırır, ona müharibə veteranı bir nömrədə olaraq verilməlidir. Yəni, burada çıxış söhbəti gedir, çıxış söhbəti. 72, 73, 74, 75 təvəllüdlər 96-cı ildə buraxılmalıdır. Ondan qalan təbəqə, əgər bir xidməti Rusiyada başa vurub geri gəlibsə, 1994-cü ilin may ayının 12-sində atəşkəs elan olunubsa, o artıq tərk edib gedibsə, düz tərk edib. Çünki o, həqiqi xidməti keçmiş SSR silahlı qüvvələrində tam başa vurub geri gəlmiş şəxs müddətdən artıq xidmət sayılır. Bunun üçün Müdafiə Nazirliyindən heç bir kontrakt olmuyor ki, sən müddətdən artıq xidmət kimi qulluq eləyəsən, bu boyda qulluq eləyəsən. Əgər o kontraktı postaydı, ona müharibə veteranı düşə bilməzdir. Kontrakta yoxdur, heç kimlərdə bağlanmıyor, düzdürmü? Heç bir şəxsdə həqiqi xidmətə 2 dəfə çağırıla bilməz. Bir dəfə çağırılır, o da SSR xidmət. Keçmiş SSR silahlı qüvvələrində qulluq eləyir. Mən dediyim sözlərdən kimsə başa düşmürsə, biraz da açıqlayayım, başqa formada deyim, yəni doğru dildə. Yəni, mən demək istəyirəm ki, həqiqi xidməti Rusiyada tam başa vurub geri gəlmiş şəxs təkrar Azərbaycan Respublikasının 1-ci Qarabağ müharibəsində çağırılırsa, o təkrar hərbi xidmət sayılır. Bunun çıxışı müzakirə edilə bilməz. Çünki Azərbaycan Respublikasının müharibə veteranı o şəxslər sayılır ki, onlar 9 oktyabr 91-ci ildən 1994-ün may ayının 12-sinə kimi 1-ci Qarabağ müharibəsində elan olunmamış müharibədə xidmət edənlər sayılır. Ondan sonraya verilmir. Kimin protez ehtiyac tutsa, 7 sayılı poliklinikaya müraciət edə bilir, protezini təzələyə bilir. Yeni müasir protezlər gəlib, bununla bağlı 1-ci vitse-prezidentin xanım Mehriban xanımın göstərişi var və bunun üçün vəsait aylıq dövlət büdcəsindən protezlərin yenilməsi üçün müraciət edirlər, ala bilirlər. Cənab Prezident İlham Əliyevin dəfələrlə hər 10 fərmandan biri bu təbəqə üçün. Və bu fərmanları özünüz YouTube'a girib izləyə bilərsiniz, özünün Ağdam görüşündə, Ağdamda Ağdam sakinləri ilə və əlli müharibə insanlarla görüşdə canlı da danışır. Orada deyir ki, əgər bu təbəqə, həssas təbəqədir, bu mənim fərmanımdır, mənim sərəncamımdır, mən sərəncam vermişəm, bu təbəqəni heç kim incidə bilməz. İstər özəl, istər dövlət qurumu, istər xarici qurum. Birinizin övladı gedir, bir məktəbdə oxuyur, daxil olur, ali təhsil alır, gedir, düşür özəl bir institutda. İnstitut deyir ki, yox, mən siz burada, mən özələm, mən sizi bu fərman var, amma mən özəl olduğum üçün sizi azad edə bilmirəm. Və xatırladıram ki, onlar Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hər bir qurum Azərbaycan Respublikasının qanunlarına tabidir. Və Cənab Prezidentin fərmanı onun üçün qanundur. Cənab Prezidenti fərman verir, 2014-cü ildə fərman verir ki, Əlildir, Qarabağ əllərdir, şəhid əllərdir. Bunların övladları dövlət üsulundan tam olaraq azad edilir və dövlət hesabına ödənilir. Kimdə bu problemlər varsa, idrixalarının problemlər varsa, müraciət edə bilər. Şahmuradov qiyasa və qiyas məsələni qaldıra bilər. Biz də o məsələ sual veriləcək. Mən çıxışımı qutarım, sual veriləcək. Mən dediyim məsələlərdə bu və digər məsələlər. Qeyd etmək istəyirəm ki, bir daha deyirəm ki, Azərbaycan Respublikasının prezidenti bu həssas təbəqə üçün, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991 9 oktyabrdan 1994-cü may ayının 12-nə kimi iştirak edənləri
və sonraki dövrdə 2 aprel və digər bugünkü hərbiçilərin hamısına hüquqi qiymət verir və onlara güzəşt verir. O güzəştlərin, baxın, Azərbaycan xidməti vəzifəsini yerinə yetirərkən, döyüş tapşırığını yerinə yetirərkən, döyüş təminatını yerinə yetirərkən, həvalə edir 1-ci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və konstitusiya quruluşunda verilən güzəştlərin hamısı bu 3 təbəqənin üçünə də verir. Sonraki dövrdə qulluq edənlərə. Bundan güzel nə var? Mən bir daha minnətdaram Azərbaycan Respublikasının prezidentinə ki, biz təbəqələr üçün, bu qəbirdən olan insanlar üçün bu böyük imtiyazları yaradıb və bu yaratdığı, verdiyi imtiyazlar vallahi Allah'a and olsun, dünyanın heç bir ölkəsində bu təbəqə üçün verilən qanun heç bir ölkədə yoxdur. Ən böyük qanunları bizə verir. Ən böyük, bizi hətta bax görürsünüz, dövlət rüsumundan da azad edir. Dövlət rüsumundan tam olaraq azad edir. Yəni, vətəndaş müraciət edilir məhkəməyəsə, müharibə veteran vəsiqəsinin üstündə kiçik dövlət rüsumundan azad olur. Bir müharibə veteran vəsiqəsi ilə dövlət rüsumundan azad olur. Bunların hamısı güzəşdir, bunların hamısı qayğıdır, dövlət qayğısıdır. Və mən ikinci sözü demək təşkilatın sədr müavini, baş idaranın və Ağsaqqallar Şurasının üzvü böyük bilikə, hərbi bilikə malik olan Bəşir Ağayevə verirəm. Qiyas müəllim həqiqətən çalışır. Bax, 3 ildir mən görəm, bu adam çalışır, nəsə eləsin. Dünyanın heç bir yerində veteran üçün, şəhid ailəsi üçün, şəhidlər üçün, əlillər üçün belə fərmanlar verilmir. Vallahi indi demək düzgündür, əlil bu dövlət müəssisəsində işləyən adamdan məvacib çox alır. Ailəsini saxlamağa, bunu öyle o canı qoyub. Prezident çalışır bunu eləməyə. Qiyas müəllim, mən sizin gördüyünüz işləri qənaət bəxş hesab edirəm. Belə davam elətdir. Hörmətli tədbir sırasına veteranlar, xoş gəlmişsiniz. Mən Sumqayıt şəhəri, Azərbaycan Respublikasının Sumqayıt şəhəri, şahid əlləri, əllər və müharibə veteranlar İctimai Birliğinin müdafiəsini İctimai Birliğinin Sumqayıt şəhərində yerləşib. Gördüyünüz işlərdən Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçmiş vətən uğrunda şahid qardaşlarımıza Allah rəhmət eləsin, bir də diləyirəm. Bundan artıq sahiyyə şöbələrində bizim üzvlərdən, əllərdən xəstələnib, məsələn üçün, şəfa diləyirəm olaraq. Yəni, onların yanında olmuşuq, köməklə verəmişik, getmişik, gəlmişik. Yenə də mən daimi şahid ailələrinin, müharibə ailələrinin qayğısına yanındayım. Həmişə sizin hüzurunuzda çalışıram. Çalışacağım da, necə ki, bu cəmiyyət var, şəxsən, Qiyas müəllim. Biz görülən işlərdən əlləri təşəkkür edirəm. Cəmiyyətin, müharibə veteranlarının daimi yanında çalışacaq. Çox sağ olun, diqqətinizə görə. Cəmiyyətin gördüyü işlər barəsində mən onu deyə bilərəm ki, bəli, cəmiyyət bu il ərzində əlillərin problemi, şəhid ailələrin problemi, veteranların problemi ilə lap yaxından tanış olmuşlar və həllində kömək olmuş. Onların ev növbəsinin alınmasını, şəhid ailələrin ev növbəsinin, əlillərin maşın və ev növbəsinin alınmasından məktublarla müraciət olunmuş, lazımi cavablar alınmışdır. Xəstələrin müalicə alınmasında, xəstəxanaların yerləşdirilməsində, dərmanların alınmasında və digər problemlərin həllində cəmiyyətin yaxın iştirakı olmuş. Və mən də bunu deyə bilərəm ki, bunun hamısı bilmir, görür ki, bu cəmiyyət yaranan gündən bu günə kimi sağ, təmiz işləyib, heç bir söhbət yoxdur. Bəzi insanların diqqətinə mən çatdırıram ki, utopik xəyallara dalmasın. Və onu demək istəyirəm ki, bu gün çıxışlarda qeyd olunduğu, indən belə də cəmiyyət belə sağ, təmiz qalması üçün əlinizdən gələn əsirgəliyi öz sürümünə məşğul olabilir.
Yəni bu qəbirdə olan insanların daim yanındayız. Daim onların probleminin həll olunmasından dövlətin qoyduğu qanun çərçivəsində həll olunmasında yanında olur. Və mən bütün cəmiyyətin üzvlərinə müraciət edərək deyirəm ki, siz fəal olun. Hər hansı probleminiz yanında müraciət edin. Həftənin 5 günü bizim iş günümüz. Saat 10-dan 6-ya müraciət edin, yazılı surətdə. Gücümüz çatan qədər sizin probleminizin həllindən məşğul olun. Və cəmiyyətin üzvlərinə yenə də bir xahişim olur ki, fəal olun. Bu cəmiyyətin belə saf qalmasında, belə fəal olmasında yaxından iştirak edin. Məsləhətlərinizi verin, köməklik göstərin və qalxaq qoy Sumqayıt şəhərində, Bakı şəhəri, Azərbaycan desin, Sumqayıt şəhərində belə bir cəmiyyət var. Yenə də mən sizin hamınıza təşəkkür edirəm, minnətdarımı bildirirəm. Çıxış üçün söz verilir Sədrin Təsərrüfat İşləri üzrə müavini Mahmudov Həsən. Hamıza şura, əhval, hüquqiyyat qarşı edirəm. Bizim təşkilat yaranandan mən bir il sonra gəlmişəm. Gələn vaxtda həmişə burada olmuşuq. Deməli, saat 10-dan 6-ya kimi. Bizim hüquqşünasımız var, bizim kimlər var. Kim bura gəlibdir, məsləhətləşib var. Göz balnisasına yoldaşı göndərmişik, gedib, yanında da bizim müavin gedib. Ondan sonra bir neçə adamlar veteran qınışqalarını alıb vermişik. Bir neçə yoldaşlara əlilliyini söyləmək üçün həkimlərə, nə bilim, hara lazımdır müraciət eləmişik. Diş balnisasına diş düzəltdirmək üçün məktub vermişik. Kim müraciət edir, kömək edirik. Hər vaxtınız xeyir olsun. Əziz Əvlilar Cəmiyyəti, müharibə veteranları, məqsədiyyəti. Mən 2018-ci aprel ayından şəhid ailələri, əlillər və müharibə veteranları hüququ müdafiəsi İctimai Birliyin Sumqayıt şəhər şöbəsinin üzvüyəm. Eyni zamanda Azad Ağsaqqallar Şurasının üzvü kimi təşkilata fəaliyyət göstərir. Bu günə qədər, yəni cəmiyyətin fəaliyyət göstərdiyi müddət ərzində bu qəbirdən olan insanların problemlərinin həllinə fəal inkişaf etmişəm. Misal olaraq göstərə bilərəm ki, bu yaxınlarda sağlamlığına problemlər yarandığı halda mən cəmiyyətə müraciət elədim. Mənə Bilgədə sanatoriya, Kütüyevkaya köməklik göstəriblər. Evlə bağlı problemlərinin həllində yenə də təşkilat köməyi göstərir. Bir mən yox, mənim kimi bir çox problemi olan təşkilat üzvləri problemlərinin həllində yaxından iştirak edib yardımını əsirgəməyib. Cəmiyyətin fəaliyyətinin bundan sonra da daha da genişlənməsində birliyimizin bir nəfər kimi iştirak etməsi təmin etməliyik. Diqqətinizə görə sağ olun. Bundan qabaqçı sədrin fəaliyyəti sıfıra bərabər olub və bundan qabaqçı sədrin gördüyü işlərin heç bir əhəmiyyəti olmayıb. Nə dövlət tərəfindən aldığı ofis yeri özünə işlərək keçirmiş adına və vaxtda prokurorluqda da mübahisə olmuşdu. Bu və digər məsələ. Yəni mən təyin olunduğum gündən dərhal onu çıxartmışam və yerindən təyin olmuşam Şamlıqda Qiyas. Bu da sizin göz qarşınızdadır. 2006-cı ildən sizlər üçün əlindən gələn əsirgədir. Buyurun. Deməli, 2016-cı ildən biz bu cəmiyyətə üzvü olandan bəri bu Şahmuradov Qiyas özü çox zəhmətkeş bir insandır. 3 dəfə demək olar ki, bizim cəmiyyətin yeri dəyişir. Hər dəfədə demək olar ki, o vəsaitin 90% Şahmuradov Qiyas öz cibindən həlldir. Məsələn, keçən il mənə naftalana putovka təşkil edib getmişəm. Və onun üçün Şahmuradov burada Qiyasa özünə mücadele sağlayacağım. Arz edirəm ki, bütün üzvlər Şahmuradov Qiyasın bu işində yaxından köməklik eləsinlər, bu cəmiyyət ayağa qalxsın. Mən də öz adımdan sizin hamınızı salamlayıram və öz adımdan qısa olaraq çıxış edəcəm, çünki həm reglamentə görə, həm də məndən əvvəl çıxış edənlər öz fikirlərini bildirdilər. Mən də öz adımdan demək istəyirəm ki, Azərbaycan Respublikası şəhid ailələri, əlillər və müharibə veteranlarının hüquqlarının müdafiə İctimai Birliyin Sumqayıt şöbəsi
fəaliyyətə başladığı tarixdən bu günə qədər şəhid ailələrinin, müharibə əllərinin veteranlarının hüquqlarını müdafiə edərək onların pozulmuş hüquqlarının bərpasına nail olmuşdur və bu kateqoriyaya aid olan insanlara mənəvi dəstək göstərmişdir. Təşkilatımız keçirdiyi bütün tədbirlərdə, hamı şahiddir, yəni rəsət heyətinə iştirak edənlər də orada olurlar. Yəni, həmin tədbirlər zamanı cəmiyyətimizin üzvlərinə bir çox yardımlar, o cümlədə ərzaq yardımlar göstərilmişdir və onlar hər tərəfli qayğı ilə əhatə olmuşlar. Yəni, qısaca olaraq danışmaq istəyirəm və demək istəyirəm ki, özüm bu Sumqayıt şəhər şöbəsinin üzvü olaraq 2006-cı ildən üzvəm və üzv olduğum müddətdən bu günə qədər mən bir çox müsbət halların şahidi olmuşam. İstər öz problemlə bağlı, istərsə də cəmiyyətin digər üzvlərinin problemin həll olması istiqamətində görülən işlərdə mən çox təqdir layiq hesab edirəm. Buna görə də mən həm Respublika üzrə, yəni ki, idarənin rəhbərliyini, həm də Sumqayıt şöbəsinin rəhbərliyi Qiyas müəllimə, o cümlədən idarə heyətinin üzvləri və üzvlərində öz dəli minnətdarlığımı bildirirəm. Və mən inanıram ki, bizim Sumqayıt şöbəmiz bundan sonra da öz ənənəsinə sadiq qalaraq şəhid ailələrinə, müharibə veteranları və ailələrinə dəstək olacaq və onların hüquqlarının bərpa edilməsi sahəsində lazım olan bütün tədbirləri həyata keçirəcək və təbii ki, bizim bütün cəmiyyətimizin üzvləri ilə birlikdə, çünki güc bir olarsa, təbii ki, hər bir şeyə nail olmaq olar. Təşəkkür edirəm, hamıya can sağlar. 19 il mən orduda olmuşam. 1988-ci il fevral ayının 14-dən martında olmuşam. Mən bir baxım, qəbula düşüm. Mənim ürəyim 2 dənə əməliyyat edirdi, açıq əməliyyat. Mən 6 il müharibədə olmuşam. Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Tərtər rayonunda olmuşam. 93-cü ildə yaralanmışam. 96-da səhhətimlə bərabər Müdafiə Nazirinə ərizə yazmışam. Məni ehtiyata göndərdilər. Mən o vaxtdan da bəri, ondan da sonra gəlmişəm bir nömrəli xəstəxanada, 5 nömrəli xəstəxanada işləmişəm, 17 il. 17 ildən sonra məni yaşlı əlaqədar olaraq çıxartdılar, liman klinikasında işləmişəm. 5 ildir də maşın növbəsində idim, Qarabağ əliyəm, Qarabağ veteranıyam. 5 ildir maşın növbəsindəyəm. Keçən bu ayın 3-də mənə prezident maşın təqdim elədi. Allah bütün əllərə də, Qarabağ əllərinə, veteranlara da qismət eləsin. Yəni, maşına təqdim olunsun. Orada suçt eləyirdi, Vladimir şəhərində. Apardım, ondan da sonra Laçında Albertin Tankın Laçın alınmışdı, getdi, götürdü, gəldi rayonda, Qubadlı rayonunda, Albertin Tankın sürdü. Onda heç kəs tank sürə bilmirdi. Bir namikdən olmuşdu. Aydındır. Yəni, hamınıza can sağlığı arzulayıram. Sağ ol. İşinizdə müvəffəqiyyətlər arzulayıram. Mən Məmmədova Züleyxa Dünəmalı qızı. Həyat yoldaşım Məmmədov Risalat Ağa Reymoğlu 93-95-ci ildə Qarabağın Ağdam rayonunda oluşmuşdu. Qarabağ veteranıdır. Oradan təxis 95-ci ildə ondan sonra 2 il gəlib öz işinə məşğul olmuş, sonra işdə zədə almışdı. Hal-hazırda 1-ci qrup əlildir. Mən hesab edirəm ki, bugün fəxrvarlar başımızda duran fəxrvarlar da Respublikasının şəhidləri və maddi veteranların müdafiəsi demək veteranlarının maddi və mənəvi dəstək göstərdiyinə görə İsmailzadə Rafail İsmailoğlu. Burada? Zahirov Bədür. Növbəti fərqfərman Fəradov Filudin. Növbəti fərqfərman Vahidov Ziya Vaqifoğlu. Və son olaraq Azərbaycan Respublikasının şəhidləri və müharibə veteranlarına maddi və mənəvi dəstək göstərdiyinə görə Gümbədov Mahir, bu abiyyətin sahibi, gözəl qardaşımız, gözəl insan, bunlara daim dəstək göstərdiyi üçün həmən bu fərqfərmanın özü burada yoxdur, iştirak etmir və bu təbəqiyə belə qayğı göstərdiyi üçün şəxsən mən
öz adımdan ona təşəkkür edirəm və Sumqayıt şəhər şöbəsinin sədri Şahmuradov Qiyas tərəfindən mənim adımdan Allah'a hamdını salamlayıram. Mənim adım Zakir İlhamın İbrahimoğludur. 13-cü burada yaşayıram. Oğlum da İbrahimov Zavur Zakiroğlu 1996-cı ildə 1994-cü il aprel ayının 26-da Ağdərəvurunda döyüşlərdə işçi düşmüşdüm. Mən bu cəmiyyətin üzvüyəm. Bir ildir bu cəmiyyətdə üzvüyəm. İndiyə qədər mən burada nə üstü görmüşəm, ancaq yaşlılar olur. Sizin kızınız pulluya düşürsə, Azərbaycan Respublikasının prezidentinin fərmanı var. Fərmanda 2014-cü ildən bəri status Qarabağ əllincə həmən pulluya düşmüş universitetə qızınız müraciət edir universitetə sənədləri təqdim edəndə sizin Qarabağ əlli vəsiqanızı və fitekin kağızını təqdim edir ki, mənim atam Qarabağ əllidir və mən Azərbaycan Respublikasının prezidentinin fərmanına uyğun olaraq rüsumdan azadım. O fərman da bizdə var, Şahmuradov Qiyas sizə də təqdim edəcəm. Onu məktubda qeyd edirsiniz müəllim. Məktubla həmən universitetə müraciət edirsiniz ki, bunun qızın o fərmana uyğun olaraq Azərbaycan Respublikasının prezidentinin fərmanlarına uyğun olaraq rüsumdan azad edirsiniz. Buyurun. Bir çox əllərdə qaraq qalıb, bu sığorta pulu ilə bağlı cavab verirəm. Sığorta pulu ilə bağlı da var əllərdə. Sığorta pulu ilə bağlı, sığorta pulu ilə bağlı bugün Sumqayıt şəhər şöbəsi hər bir vətəndaş ikinci qrup əlinin sənədlərini təqdim edir Sumqayıt şəhər şöbəsinə. Nəyi təqdim edir? Əlillik vəsiqəsinin, xəstəlik kağızın, hərbi biletinin üzü, şəxsiyyətinin üzü. Sumqayıt şəhər şöbəsi Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinə müraciət edir ki, filanca təşkilatının üzvü filanca və yaxud öz adından. Öz adından da ola bilər, təşkilatın haqqı edirlər. Öz adından yazanlar, öz adından yazır, təşkilatından da yazsız hökmən qeyd edirsiniz. Təşkilatımızın üzvü ikinci qrup filanca. Və ona imtina alır, imtina verir ki, biz bu pulu verə bilmirik, fəsarı nəsə, imtina cavabı gələndən sonra demək, biz sizə nüsxə verəcəyik, nüsxə. Sizin xanım, kompüterdə oturan xanım həmən nüsxəni yığır, kompüterdə iddia ərizəsini hazırlayır. Nəsimi rayon məhkəməsinə müraciət edirsiniz. Çünki Sığorta Kommersiya şirkəti Nəsimi rayon icra hakimiyyətinin ərazisində olduğu üçün Nəsimi rayon icra hakimiyyəti o haqda qərar qəbul edir və qərarda qəbul edir. Biz bugün Bakı şəhərində ən çox əlillərin sığorta pulunun verilməsi ilə bağlı hesab edirik ki, məhkəmələrə çox müraciət edək və bu problem dövlət səviyyəsində qalxsın və məhkəmənin sədri onu yuxarı məruz eləsin, yuxarıdakılar da cənab prezidentə müraciət eləsin. Cənab prezident bu təbəqəyə aid olan sığorta pulunun kütləvi şəkildə maliyyə nazirinin ayrılmasına sənəd versin. Əlində qətnamə kimin əlində qətnamə varsa, qanuni qüvvəsini alıbsa, məhkəmə icraçısı var. Məhkəmə icraçısına müraciət edir ki, mənim məhkəmə qərarım var, qərar qanuni qüvvəsini alıb bunu icra edir. Məhkəmə icraçısı, yəni icra probasiya şöbəsinin nümayəndəsi onu icra eləmədiyi halda həmən icra probasiya şöbəsinin nümayəndəsindən Ədliyyə Nazirinin şikayətidir. Oğlum Ələşbər Burxan Azəroğlu 2011-ci ildə hərbi xidmətə çağırılıb, 2012-də yaralanıb, elə bir yaralanmıyor. Şizofreniya xəstəliyi ilə 3 ay qalmışdı gəlməyinə. Birinci qrup əlildir. Heç bir imtiyazlardan nə yazıblar onun xəstəlik çağında nə yazıblar? Şizofreniya. Hərbi travmadır, xidməti dövrü, döyüş tapşırığı, xidməti vəzifəsini yerinə yetirəcək. Xidməti dövründə elə bir xəstəlik. Xidməti dövrü harada qulluq edir? Qazax rayonunda. Qazax rayon döyüş bölgəsidir, xidməti vəzifəsini yazarlar, xidməti dövrü yox. Belə yazılır, indi mənim yadımda deyil. Siz müraciət edirsiniz Müdafiə Nazirliyinə. Yazırsınız ki, sabiq əsgər filan vaxtda Səfərbərliyin Qazax rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Sağlam, tam sağlam vəziyyətdə çağırılmışdır. Yox, onlara tam sağlam vəziyyətdə çağırılmışdır. Lakin bir ildən sonra müəyyən olunmayan hadisə nəticəsində şizofreniya xəstəsi diaqnozu qoyulmuşdur. Və onun xəstəlik kağızında qeyd edilmişdir ki, xidməti dövründə hesab edirik ki,
Filanca yox filancasının xidmət etdiyi hərbi hissə döyüşən ordunun tərkibi olduğu üçün xidmətin vəzifəsi sözü ilə arayışın verilməsini təmin etməni sizdən xahiş edirik. Qarabağ əlində kimi aldığı maşının o şimniyyət tortu ilə tortda gətirib bunun kəsilməsində və onun o maşınla, can sağlığı ilə istifadə etməsinə hamımız almışdıq. Bilmem Gülka verin. Tabrikadan da. Tabrika da verin. Tamam, sağ olun. Sayıs danışardı.